Aktyor, Sumqayıt Teatrının rəhbəri, bir neçə Azərbaycan kinosunda yadda qalan obrazlar yaratmış Salman Dadaşov haqqında danışacağım. Tez kaç. Salman Yusif oğlu Dadaşov 1922-ci il iyunun 20-sində Bakıda anadan olub. 1942-ci ildə Asəf Zeynallı adına musiqi məktəbini, 1951-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1954-cü ildə Leningrad Dövlət Teatr, Kino və Musiqi Kinematografiya İnstitutunda təhsil alıb. Salman Dadaşov 3 qardaş olublar. Süleyman, Salman, Məlik. Salman Dadaşov uzun müddət Sumqayıt Teatrının rəhbəri olub. Təxminən 1979-cu ildə Moskvaya da dəvət olunublar. Nəriman Həsənzadənin Bütün Şərq Bilsin tamaşasını Moskvada oynayıblar. Hətta qardaşı Məlik Dadaşovla birgə Moldaviyada film çəkilişi üçün dəvət olunublar. Salman Dadaşov haqqında çox da məlumatım yoxdur, amma qısa olsa da bildiklərimi sizlərlə bölüşürəm. Salman Dadaşovun filmografiyasında cəmi 3 film var. 1958-ci ildə kino rejissor Əjdər İbrahimovun lentə aldığı Onun Böyük Ürəyi filmində Oktay. Oo doktor, hoş geldiniz. Ne qəşəngdir. Mən Leningrad klinikalarında biliyimi artırana qədər siz də bax bitirsiniz. Bəli, bəli. Eşidirəm. Mənəm. Ne oldu? Niye başını itirmişsən? Bütün işleri çorladın. Səmayır. Yaxşı. Ne Çalışaram. gözəldir. Sənin Oktayın qısıldı. 1958-ci ildə Tofiq Tağzadənin lentə aldığı Uzaq Sahillərdə filmində agent. Gösterin. Bu partizandır. Biz yoldaşlarını aktarırıq. Partizandır? Bəs siz kimsiniz? Hans, bunlar partizandır. Eller yukarı aktarın. Bu ne komediyadır? Komediya kurtardı benim əzizim. Çoxdan kurtardı. Sizi xəbərdar edirəm. Bu zarafatı boşlamazsanız özünüzden küsün. Unutmayın, bize xüsusi tapşırıq var. Oo, bunu unutmuruq. Hətta kimin tapşırığına əməl etdiyinizi də bilirik. Və 1960-cı ildə kino rejissor Hüseyn Seyidzadənin lentə aldığı Koroğlu filmində Ərəb Reyhan obrazını yaratmışdır. Salman Dadaşovun böyük qardaşı Süleyman Dadaşov piyanoçu olub. Bizim tanıdığımız müğənni, xalq artisti Brilliant xanım Dadaşovanın atasıdır. Süleyman Dadaşovun həyat yoldaşı Azərbaycanın məşhur qarmon ifaçısı Qızxanım Dadaşovadır. Onun məzarı burada deyil, o Yasamal məzarlığında dəfn olunub. Amma Salman Dadaşov həyat yoldaşı və böyük qardaşı Süleyman Dadaşov, onlar Buzovna kənd məzarlığında dəfn olunublar. Hətta onların burada bu kənddə qohumları da
yaşayır. Süleyman Dadaşov 1920-ci ildə anadan olub və 2002-ci ildə 82 yaşında dünyasını dəyişib. O da piyanoçu olub. Salman Dadaşovun həyat yoldaşı Rus millətindəndir. Yelena Dimitriyevna. O da 2016-cı ildə dünyasını dəyişib. Onların 2 övladı olub. Oğlu Ələkbər, qızı Nərgiz xanım. Oğlu səhv etmirəmsə indi xaricidə yaşayır. Amma qızı Nərgiz xanım bildiyim qədər fortepiano müəlliməsidir. Yelena xanım Rus millətindəndir. Hətta ona Lena da deyirdilər. O da həyat yoldaşının yanında dəfn olunub. Mən aktyorumuz Mərahim Fərzəlibəyovdan da soruşdum. Mərahim müəllim Sumqayıt Teatrına 1977-ci ildə gedib və o mənə bildirdi ki, Salman Dadaşov ömrünün sonuna qədər Sumqayıt Teatrının rəhbəri olub. Salman Dadaşov haqqında çox da məlumatım yoxdur. Amma istədim ki, bu aktyorumuzun məzarını da çəkib görsədim. Çünki Salman Dadaşov Azərbaycan kinosunda da bir neçə obrazlar yaratmışdır. Salman Dadaşov 1986-cı ildə 64 yaşında dünyasını dəyişir və o Buzovna kənd məzarlığında dəfn olunub. Onların əsli Buzovna kəndindəndir. Məzarının ətrafı təmizdir, amma yenə də gəlmişkən də məzarının ətrafını yuyub təmizləyəcəm. Salman Dadaşov haqqında qısa olsa da bildiklərimi sizlərlə bölüşdüm. Həm onun həyat yoldaşı Yelena xanımın, həm də qardaşı bizim tanıdığımız müğənni Brilyant xanım Dadaşovanın atası, piyanoçu Süleyman Dadaşovun da bura təmiz idi. Yenə də gəlmişkən də onların məzarının ətrafını yudum, təmizlədim və Salman Dadaşovu da unutmadım. Çünki Salman Dadaşov bizim Azərbaycan kinosunda bir neçə maraqlı obrazlar yaratmışdır. Qardaşı aktyor Məlik Dadaşovun nəvəsi Teymur bəylə də mən təxminən 2 il bundan qabaq görüşmüşəm. O mənə babasının foto şəklini də hədiyyə edib. Teymur bəyə də öz təşəkkürümü bildirirəm. Allah Salman Dadaşova və onun həyat yoldaşı və qardaşı Süleyman Dadaşova rəhmət eləsin. Ruhları şad olsun.